Ramazan ayının son günüdür. Anamız xanım Fatimə Zəhraya müraciət edirəm. Deyirəm, ana, sənin başvədə olanım, sənə qurban olum. Ramazan ayı getdi, mən yenə heç nə eləyənmədim. Mən heç nə eləyənmədim. Bu fürsət gəlmişdi, məni oyadanmədi. Mən neyniyim? De görüm, mən neyniyim? Ana, Ramazan ayı bitir, az qalıb. Neçə dəqiqə qalıb, neçə saat qalıb. Sən o kəs deyilsən ki, sən axır nəfəsində mən oxumuşam, baxdı başının üstündə ağlayan Əliyə, axır saatında dua elədin, dedin ki, Allah bizi sevənləri bağışla. Dedim, mən başım üstündə ağlayan Əlinin haqqını andı verirəm. Sən belə anasan. Ana, yadındadır, Əlini boynuna kəndir salıb çəkə-çəkə məçidə aparırdılar, yadındadır. Getdin köməyinə çatdın Əlinin. Dedim, mən bu kəndirləri qolundan açdıraram, boynundan açdıraram. Ana, bizi də çəkib aparırlar Ramazan ayından. Ramazan ayından bizi çıxardırlar. Şeytan boynumuza kəndir salıb bizi çıxartmaq istəyir. Mən day şeytana yem olmaq istəmirəm. Mən day belə yaşamaq istəmirəm. Necə fəryadınla Əlini xilas elədin, bizi də xilas elə. Şeytanların əlindən bizi də xilas elə. Ana, Ramazan ayının fürsəti bitdi. Ramazan ayı daxil olanda deyirdik nələr eləyəcək bu ayda. Amma heç nə eləyənmədik biz. Ay bitdi, biz heç nə eləyənmədik. Onlar Allaha deyəsən ki, görməməzliyə vursun bu orucu. Onlar Allaha deyəsən ki, bu namazı, bu orucu bizə bağışlasın. Heç elə bil ki, görməməzliyə vursun.